birlikdə çalışmalar işləyəcəyik. Çalışmalara keçməmizdən əvvəl kanalımıza abunə olun ki, bu videoların davamı da daha sürətlə gəlsin. Deməli, burada ata ilə oğlun dialoqundan sonra bu obrazlar haqqında fikirləriniz və mətnin davamını, bu dialoqda bilinir ki, ata ilə oğul birlikdə bir körfəzə gediblər. Orada ata dənizin dibinə enib və bundan sonraki da hadisələrdə atanın dənizin dibində baş verənlər, yəni baş verənlər nəql ediləcək. Bunu yaza bilərsiniz, amma şifahi tapşırıqdır. Bunu yəqin sinifdə müəllimlə birlikdə işləyəcəksiniz. Vaxt itirmədən keçirik. Kontekstdən çıxaraq söz boğçasındakı sözlərin mənalını təxmin edin. Bu sözlərə aid olduğu nümunələri uyğunlaşdırın. Düyüm ölçü vahididir. Yəni bu daha çox hava, yəni təyyarələr bundan istifadə edir. Körfəz burada su hövzəsidir, E variantıdır. Mərcan dəniz heyvanıdır. Rif təpədir, mərcan rifləri deyir. Akvalank qurğu aparatdır. Aerodrom meydançadır, D variantı. Keçirik. Hansı fikirlər mətndə öz təsdiqini tapır? Seçiminizi nümunələrə əsaslandırın. Mən burada sizin üçün artıq cavabları qeyd etmişəm. Cavabları qeyd etdiyimizə görə biz, necə deyərlər, variantımızı biləcəyik artıq hansılardır. Baxın, birincidə deyir ki, gəlin bunu da bazılaşdıraq siz üçün. Birincidə deyir ki, Devi ilk dəfə idi ki, atası ilə köpək balığı körfəzinə gedirdi. Bəli, Devinin atasına verdiyi suallardan aydın olur ki, o buraya ilk dəfədir gəlir. Çünki Devinin körfəz haqqında məlumatçı olduğu görünür. Bu doğrudur. Ben təcrübəli təyyarəçi idi. Bəli, çünki o yaralı da olsa oğlunu düzgün istiqamətləndirə bilir və nəticədə Devi təyyarəni idarə edə bilir. Ben xilas olacağına əmin idi. Xeyr, əmin deyildi. O şübhəli idi, bilmirdi ki, Devi bunu sürə biləcək yoxsa yox. Çünki Devi uşaq idi, o təyyarəni sürə bilməzdi. Düşünürdü ki, ona bir şey olsa Devi özünü itirəcək və bunlar ikisi də orada məhv olacaqlar. Növbəti D. Devi uşaq olsa da bir çox çətinliklərin ötəsindən gəlməyi bacardı. Bəli, Devi həqiqətən də atasını təyyarəyə mindirməyi və təyyarəni yerə indirməyi bacardı. Doğrudur. Əsərin müəllifi kiçik təyyarələrin idarə olunması ilə bağlı müəyyən bilgilərə malikdir. Bəli, mətndən açıq-aydın hiss olunur ki, açıq-aydın uşaqlar defisinə yazılır. Mən açıq-aydın hiss olunur ki, təyyarənin yerə inməsi üçün müəyyən ölçülərin, məsələnin sonuncu, yəni 6-cı düym haqqında məlumatlıdır və dəstəyi necə yönləndirmə haqqında bu fikirləri var. Ona görə biz C variantından başqa götürürük. A, B, D, E. Keçirik indi B tapşırığına. B tapşırığında bizə deyəcək ki, mətnə istinad etməklə cümlələri tamamlayın. Mətnə istinad etməklə cümlələri tamamlayırıq necə? Baxın, yazılmışam burada. Akulalar qanını çox tez hiss edirlər. Buna görə də Ben suya girərkən özülə ət parçası götürür. Bəli, ət parçası götürdüyünə görə akulalar onun yanına gəlir və burada birinci səbəbimiz olur. Yəni nəticə, bu səbəbdir, bu da nəticədir. Deməli, A bəndi bura gedəcək. Növbəti, Ben huşunu itirməkdən çox qorxurdu. Çünki David çaşbaş qalardı, nə edəcəyini bilməzdi və hər ikisi məhv olardı. Buna görə də B variantı. Bu tapşırıqda, yəni qorxurdu ki, uşaqdır, bu sürə bilməz və ikimiz də bu səhrada məhv olaraq heç kim də onların yerlərini bilmirdi. Bu da əvvəlki dialoqda o haqda məlumat verilir. Mətndə Ben oğluna deyir, Devi, qolumu yuxarıdan sarı, möhkəm sıx. Nəyə görə deyir? Çünki o istəyirdi ki, qanaxma dayansın. Baxın, ata qanaxmanın qarşısını almaq istədiyinə görə qolunu bərk sıxdırırdı. Çünki deyir ki, sıx ki, qanaxma dayansın, ən azı bir müddət təyyarəyə qədər onu idarə edə bilsin. Növbəti keçirik. Sizcə nə üçün müəllif əsərin sonuncu düyümü adlandırıb? Bu əsəri yazmaqla müəllif oxucuya hansı fikri çatdırmaq istəyib? Mətndə sonuncu düyüm simvolik məna daşıyır, sonuncu cəhd mənasını verir. Ben bilir ki, düzgün hesablanmış sonuncu düyüm yaşamaq uğrunda mübarizənin sonuncu cəhdidir. Sonuncu 6-cı düyüm dəqiq müəyyən edilərsə yaşamaq, burada niyə belə olubdular? Cəhdi də uğurlu olar. Burada uğrunda. Burada sizə cavabları yazmışam. Yəni bəzən deyirdiniz ki, yazı xətt bilinmir. Burada isə artıq xətti bilinir, xətti görürsüz. Növbəti mətndə altından xətt çəkilmiş hansı cümlə əsərin epiqrafı ola bilər? Keçirik yuxarı. Epiqraf o nə deməli? Əsərin ideyası. Yəni epiqraf deyəndə ki, ideyanı əks etdirir. İdeyanı əks etdirir. İdeyanı əks etdirən fikrimiz buradadır uşaqlar. Burada 3 cümlənin altından xətt çəkilib. Onlardan biri özünü sınamadan heç vaxt nəyə qadir olduğunu bilməzsən, bu doğru da ola bilər. Digərisi sadəcə dialoqdan verilib. Devi, ikimizin də həyat səndən asılıdır. Sənə acıqlansam da incimə. Yəni bu variantı götürəcəyik biz, yazacağıq bura. Mən burada siz üçün onu da qeyd eləmişəm. Qeyd eləməmişəm.
Çünki burada dediyim kimi sonuncu, gəlin bunu yazıyorum da burada. Bu nə idi? Özünü sınamadan heç vaxt nəyə qadir olduğunu bilməzsən. Özünü sınamadan heç vaxt nəyə qadir olduğunu bilməzsən. Bunu yazdım siz üçün bura. Özünü sınamadan heç vaxt nəyə qadir olduğunu bilməzsən. Bunu yazmağınız bu mətnə yetərlidir. E bəndinə gəlirik. E bəndinin çalışmasında uşaqlar bizə deyir ki, baxın, mən bunu siz üçün qısaca yazmışam əslində. Deyir, bizim şəxsiyyətimiz bağçadırsa, yəni bunu mətnlə əlaqələndirək. Gəlin, bu necə başa düşürük? Bizim şəxsiyyətimiz bağçadırsa, iradə onun bağbandır. Gəlin, şəxsiyyətimizi bağçaya bənzətsək, o içində müxtəlif güllər, ağaclar və otlar olan bir yerdir. İradəmiz isə bağban kimidir. O hansı güllərin açacağını, hansı otların təmizləyəcəyini seçir. Əgər bağban çalışmasa, bağçada alaq otları çoxalar və gözəl güllərin böyüməsinə mane olar. Amma yaxşı bir bağban hər şeyi qaydasında saxlayar, gözəl güllərə su verir və bağçanı gözəl hala gətirə bilər. Yəni, bizim də iradəmiz sayəsində pis vərdişlərdən uzaqlaşıb, yaxşı xüsusiyyətlərimizi inkişaf etdirə bilərik. Necə ki, ben elədim. Necə ki, burada yazım. Necə ki, Devi özünə inandı və təyyarəni idarə etdi yaza bilərik. Növbəti deyir ki, ən böyük qələbə ümidsizlik üzərində qələbədir. Bu fikir göstərir ki, insan qarşısına çıxan ən çətin maneə ümidsizlikdir. Əgər insan ruhdan düşərsə, heç bir uğur qazana bilməz. Ancaq ümidsizliyi məğlub edən insan bütün çətinliklərin ötəsindən gələ bilər. Çünki inan və iradə olduğu zaman hətta ən böyük problemlər belə həll olunur. Əsl qələbə insanın üzərində qələbəsidir. Ben öz ümidsizliyinə qalib gəldi və hər ikisi sağ qaldı. Bunu da yazmış olduq. Keçirik növbəti mətnimiz. Növbəti mətn deyil, mətn haqqındadır. Bəzən insan çətin məqsədə çatmaq üçün bütün iradə və əzmini səfərbər edir. Lakin yenə də uğuru əldə edə bilmir. Belə insanla qarşılaşsa nə deyərdim? Ona deyərdim ki, uğursuzluq son deyil, yeni bir başlanğıcdır. Hər kəs səhv edə bilər, amma vacib olan vaz keçməmək, yenidən cəhd etməkdir. Çünki ən böyük qaliblər də bir zamanlar uğursuz olub, amma onlar dayanmayıblar. Çünki Devi ümidsiz olmadı. Ben, necə ki, Ben ümidsiz olmadı və qalib gəldi. Növbəti mətn haqqındadır bizim tapşırığımız. Tapşırığımız əzmkar alpinist. Deyir ki, bizə Yeni Zelandiyada doğulmuş Edmund Hillary uşaq yaşlarından alpinizmə həvəs göstərirdi. Onun ən böyük arzusu dünyanın ən uca zirvəsi olan Everesti fəth etmək idi. Nə qəşəng. Everesti fəth etmək idi. Baxaq, uşaqlar. Nəsə, o ilk dəfə 1952-ci ildə buna cəhd etdi, amma fəth edə bilmədi. Amma bundan sonra ona məktəblərin birinə çağırdılar. Bu görüş zamanı Hillary şagirdlərə demişdi, mənə qalib gəldiyi üçün Everestdə gözümdə böyüdü. Amma o da bir şey yaxşı yadında saxlamalıdır. İndi içimdəki əzm daha da artıb. Heç bir məğlubiyyət məni hədəfimdən yayındıra bilməz. Sonra əzmkar alpinist Everest dağının məktəb divarında asılmış şəklinə baxaraq ona meydan oxumuşdu. Ey Everest, mənə ilk cəhdində qalib gəldi, amma mən səninlə mübarizəm bitməyib. Gözlə məni, yenə gələcəyəm. Və bu dəfə sən ayaqlarımın altında olacaqsan. Bu çıxışından bir il sonra 1953-cü ilin mayın 29-u saat 11:15-də Edmund Hillary indiyə kimi zirvəsində heç kimin görmədiyi Everestin ən uca nöqtəsində dayanmışdı. Keçək suallarımıza. Sizcə, niyə Everesti fəth etmək istəyirdi? Çünki birincidə o deyirdi ki, sən mənə qalib gəlmirsən, mən böyüyüb səndən, yəni böyüyüb, növbətdə və gəlib sənin öz qisasımı alacağam. Öz qisasımı almaq üçün də yenidən çıxır və qalib gəlir. Gəlin burada deyək, deyir ki, Edmund Hillary ilk dəfə Everest fəth etmək cəhdi uğursuz olmuşdu. O isə bu məğlubiyyətə barışmaq istəmirdi. Edmund Everestə müraciət demişdi. Everest,
mənə qalib gəlməklə gözümdə daha da böyüdü. Amma mənim mübarizəm hələ bitməyib. Yəni o öz mübarizəsini davam etdirmək üçün yenidən bu dağa çıxdı və qalib gəldi. Alpinizm idman növü uşaqlar çətin idman növlərindən biridir. Bunun haqqında sizə bir məlumat yazmışam burada. Alpinizm idman növü və çətinlikləri. Alpinizm dağlara dırmanmaq sənətidir və idman həm də macəra növü sayılır. Bu idman fiziki güc, dözüm və cəsarət tələb edir. Çətinlikləri hava şəraiti. Dağlarda güclü külək, soyuq və qar fırtınaları təhlükəlidir. Oksigen çatışmazlığı. Yüksək artdıqca nəfəs almaq çətinləşir. Fiziki yorğunluq, uzun yürüşlər və dik yamaclara qalxmaq çox enerji tələb edir. Və bundan əlavə təhlükələr, daş və qar uçqunları, sürüşmələr böyük təhlükə yaradır. Buna görə də alpinizmlə məşğul olanlar yaxşı hazırlaşmalı və təhlükəsizlik qaydalarına əməl etməlidirlər. Gəlirik zirvələr və onların fəthi olmalıdır. Zirvələr və onların fəthini mətnini siz üçün qoyum, dinləyin. Sizlə birlikdə də sual. Əslində yazmışam sualları. Yenə sualları birlikdə etmiş olacağıq. Zirvələr və onların fəthi. Hündür zirvələr içərisində Everest xüsusi yer tutur. Bu zirvə dünyanın ən hündür sıra dağları sayılan Himalay dağlarında yerləşir. Hündürlüyü 8848 metrdir. Zirvənin daha qədim adı Jomolungmadır. Zirvə Çinlə Nepal sərhədində yerləşir. Son 20 il müddətində Everestə çıxanların sayı təqribən 10 dəfə artdı. Təkcə 2019-cu ildə 876 alpinist Everesti fəth edib. 2015-ci ildə Himalay dağ silsiləsində baş verən güclü zəlzələdən sonra Everestdə dəyişiklik olub. Alimlərin hesablamalarına görə zirvə 1 metrə qədər yüksəlir. Yer üzündə hündürlüyü 8000 metrdən çox olan 14 zirvə mövcuddur. Onların hamısı Asiyada, Himalay və Karakorum dağ silsilələrində yerləşir. Bu zirvələrin fəth edilməsi üçün müxtəlif cəhdlər olur. Amma bu cəhdlərin heç də hamısı uğurla nəticələnməyib. 14 zirvənin hamısını fəth edən birinci şəxs Raymond Messner olub. Məlumdur ki, yüksəklik artdıqca havada oksigenin miqdarı azalır. Buna görə də alpinistlər oksigen balonundan istifadə edirlər. Messner isə bu zirvələri oksigen balonundan istifadə etmədən fəth edir. Ondan bir il sonra 1987-ci ildə Polyak Kukuçkada həmin zirvələri fəth edən ikinci şəxs oldu. Kukuçka bu işi 8 il ərzində görür. 1995-ci ildə İsveçrəli Laretan da oksigen balonundan istifadə etmədən Messner'in rekordunu təzələdi. Nepallı Tashi 1998-2011-ci illər ərzində 8000'lik zirvələri ən çox fəth edən alpinist kimi tarixə düşdü. O, bu işin öhdəsindən 30 dəfə gəlib. Hələ bundan sonra da ən hündür zirvələrə qalxmağa cəhd edən, bu rekordları təzələyən yüzlərlə alpinistlər yetişəcək. Bununla da bitdi. Deməli, mən bu sualları da siz üçün yazmışam. Bu suallarda bildiyiniz kimi, baxın, yer üzündə hündürlüyü 8 metrdən çox olan neçə zirvə var? 14 zirvə var. Orada sizə məlumatlar verirdi. Baxın, bu zirvələrin hamısı fəth edənlər haqqında nə danışa bilərsiniz? Burada gördüyünüz kimi 28 minlik zirvəni oksigen balonu ilk dəfə fəth edib. Kukuçka 1987-ci ildə 8 illərdə tamamlayıb. Laretan 1995-ci ildə Messner rekordunu oksigensiz şəkildə təkrarlayıb və Tashi Nepallı alpinistdir və 30 dəfə bu zirvəni təkrarlayıb və o zirvəni fəth etmiş sayılır. Üçüncü sual, alpinistlər oksigen balonu nə məqsədlə istifadə edirlər? Yüksəkdə rahat nəfəs almaq üçün.
Everest zirvəsi harda yerləşir? Çin səddi və Nepal sərhədi ilə Nepal sərhədində. Everestdə hansı dəyişikliklər müşahidə olunur? 2015-ci ildə 1 metr yüksəlmə baş verib. Bir də Everestdə fədələnlər haqqında danışa bilərsiniz. Yəni son 20 ildə Everestdə çıxanların sayı təxminən 10 dəfə artıb. 2019-cu ildə təkcə 876 alpinist Everest zirvəsinə qalxıb. Everestdə qalxan alpinistlər yüksəkliyə uyğunlaşmaq üçün oksigen balonundan istifadə edirlər. Everest hələ dünyanın ən çətin zirvələrindən biri hesab olunur və onu fəth etmək üçün çox sayda alpinist cəhd edir. Bununla da bizim izahlı suallarımız bitdik. Biz keçirik artıq burada cavabları yazmağa. Deməli, burada bizə deyir ki, oxuduğunuz və dinlədiyiniz mətnlərdən istifadə etməklə özünüzə qalib gəlmək mövzusunda esse tamamlayın, verilmiş strukturdan və təlimatdan istifadə edin. Təlimata baxaq deyir, esse yazarkən fikri əsaslandırmaq üçün arqumentlərdən, həyatdan və bədii əsərlərdən, aforizm və talaş sözlərindən, görkəmli şəxslərin fikirlərinə sitat gətirilir, elm və faktlara müraciət olunur. Baxın, hədəfə doğru irəliləyən insanlar qədər əzmkar olsa da, bəzən məqsəddən ayrıla bilmir. Buna uğursuz demək olar mı? Xeyr. Fikrimcə əsl uğur məqsəd çatmaq deyil, daim cəhd etməkdir. Argument Edmund Hillary cəhd etdi və qalib gəldi. Bundan başqa istənilən yuxarıda mətndə gördüyünüz kimi, baxın buradan verək sizə. Gördüyünüz kimi burada baxın, məsələn 8000 zirvələr ən çox tarixə düşüb, o bunu 30 dəfə eləyib. Məsələn, bu üzrə fəth edən keçib və bu işi 8 ilə tamamlayıb. Baxın, bunu mən buradan götürüb, düzdür, kopyalayıram, götürürəm, atıram bura və siz də bunu görmüş olursunuz ki, qırmızı ilə yazım daha çox görünsün. Bu 8, yəni 8 ilə odur ki, yəni bu yolundan dönməyib və davam edib. 8 ilə artıq necə deyərlər, artıq o zirvə 8 dənə zirvəni, 14 dənə zirvəni tamamlanmış sayılır, öz yolundan dönməyib. İnsan uğursuzluqlarla deməli daha qətiyyətlə mübarizə apararsa, xarakteri möhkəmlənər, güclü şəxsiyyətə çevirirlər. Bunu seçmiş ola bilərik. Gəlirik ismin şəxsə görə dəyişməsi. Şəxsə görə dəyişmək, yəni bir isim, yəni şəxslər, bu yeni dərsimizdə şəxs xəbərli şəkilləri qəbul etmək deməkdir. Biz mənaya görə şəxs xəbərli şəkillərini qoyacağıq. Müəllimin dediyinə görə biz yaxşı şagirdlərik. Sən çox təcrübəli həkimsən, ikinci şəxs. Siz çox işçisiniz. Mən səninlə həmişə dostam. Sədəf bizimlə qonşudur. Şəkilləri əzbərləyəcəyik uşaqlar. Birinci şəxs am, ıq, cəm şəkilçisi. İkinci şəxsin təki san, sınız cəm. Üçüncü şəxs dır, cəmi də dırdır. Bəzən bunlar da ola bilər. Mənim böyük qardaşım əskərdir. Üçüncü şəxs tək. Hamı bilir sən ağıllı qızsan. İkinci şəxs tək. Bu işlərə özüm cavab dəhəm. Təşkilatçıyam. Birinci şəxs tək. Görün qonşusunuz. İkinci şəxs cəm. Beşincilər içində ən qalalı sinifi. Birinci şəxs cəm. Onlar olimpiyada iştirakçılardır. Deməli, bu da olacaq üçüncü şəxs cəm. Keçirik, biri fərqlidir. Uşaqlar, dostum, mənim dostum mənsubiyyətdir. Sözümüz mənsubiyyətdir. Uşaqdır, şəxsdir. Evləri mənsubiyyətdir. Deməli, cavabımız C variantı. Məktubdur, şəxsdir. Rəssamsınız, şəxsdir. Bacıyam, şəxsdir. Məqsədiniz mənsubiyyətdir. Nöqtələrin yerinə uyğun gələn şəxs əvəzləri var. Ariflə birinci sinifdən dostluq. Həqiqətən də bu uğura layiqik. Layiqsiniz. İkinci şəxsin cəmi. Məlum oldu ki, Elxanın bacısıdır. Bununla da uşaqlar bizim bu mətnimiz bitdi. Növbəti ümumiləşdirici tapşırıqlar və iş dəftərində görüşərik hələlik.